İşiniz avand olsun, hər şey yolunda getməsi sağlamlıqdan asılıdır, bilirsiniz. Sağlamlığın qayğısına qalmaq isə öz əllərimizdədir. Bunun üçün nə yediyimiz, nə içdiyimizin fərqinə varmalıyıq. Ən əsası da istilər düşdükcə istismar müddəti bitmiş məhsullardan uzaq olmağa çalışmalıyıq. Qidaları qatışdırmaq lazımdır, amma zəhərlənənlərin sayı onu göstərir ki, buna əməl etməyənlər də var. Təfərrüatı Vəfa Təyyar qızının reportajında. Yediğimiz qida bəzən bizi ölümə belə apara bilir. Burada isə günahkar nadir hallarda qarşı tərəf olur. Çünki çox vaxt elə öz səhlənkarlığımız, sağlamlığımız bahasına başa gəlir. Təkcə son bir ayda baş verən 53 qida zəhərlənməsi hadisəsində 63 nəfərin zərər çəkməsi buna əyani sübutdur. Mütəxəssislər yenə də əsasən məişətdə hazırlanan qidalardan, yəni vaxtı keçən yeməklərdən zəhərlənmə hallarının baş verdiyini, ölüm faktlarının isə xüsusilə botulizm kimi ağır fəsadlara nəticələnən hadisələrdən qeyd alındığını bildirirlər. Respublika Gigiyena Epidemiologiya Mərkəzinin qidalanma şöbəsi son 5 ayda baş verən zəhərlənmə hallarını araşdırarkən zəhərlənmələrin əsasən toksik infeksiya səbəbindən baş verdiyini aşkarlayıblar. Bəzi hallarda deyək ki, yeməklər hazırlanıb evdə düzgün saxlanılmayıb, deyək ki, hazırlanan yeməklər düzgün temperatur rejimində saxlanmalıqda belə hallardan baş verdiyi olub. Bəzi hallarda isə ümumiyyətlə yeməklərin deməli gigiyena qaydaları pozulubdur və bundan nə qədər hallardır. Sağlamlığında hər hansı bir problem olan şəxslər isə xüsusilə qida qəbul zamanı daha diqqətli olmalıdır. Çünki qida zəhərlənməsinə yüngül hal kimi baxmaq olmaz. Əgər zamanında tədbir görülməzsə, fəsadları daha da ağır ola bilər. Ola bilsin ki, kimsə bu deməli konservalardan istifadə edibdir və onunla da əlaqədar bu hadisə baş verib. Əlbəttə ki, açıq konservalar indi artıq yaz gəlibdir. İndi daha yaxşı olar ki, təzə məhsullar, yəni təzə meyvə tərəvəz məhsullarının qəbulu daha məqsədə uyğun hesab olunur. Qeyd edək ki, ötən il əhali arasında 1170 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1308 nəfər zərər çəkib. Bu hadisələrdən 23 botulizm olub ki, nəticədə də 41 nəfər həyatını itirib.